Deməli, dəyərli şagirdlər, növbəti hissəyə baxırıq. 19-cu sualdan başlayırıq. 19-da verilib ki, bu ədədin, yəni verilən ifadənin tərtibini tapın. İlk öncə 0 tam bu ifadəni qeyd edək. Bərabərdir. Bunun ümumiyyətlə standart şəkildə yazsaq 3 vurulsun 10 üstü mənfi 5. 3-dən digər tərəfə sayırıq sıfırları. Neçə dənədir? 5 dənə. Bəs bu ifadə 0 tam 0,015 bərabərdir. Bu bizə nə verəcək? 1 tam onda 5 vurulsun 10 üstü mənfi 3. Düzdürmü? Bu ədədinin tərtibini tapın deyir. Bu ədədin tərtibini tapın. Bir-birinə hasilin. Düzdürmü? 3 vurulsun 10 üstü mənfi 5 vurulsun 1 tam onda 5 vurulsun 10 üstü mənfi 3 bərabərdir. 3 vurulsun 1 onda 5 vurulsun 10 üstü mənfi 5 10 üstü mənfi 3. Düzdürmü? Bu bizə nə verəcək? 4 tam onda 5 vurulsun 10 üstü mənfi 8. Vəssalam. Bizdən tərtib soruşur, düzdürmü? Tərtibimiz olacaq mənfi 8. Növbəti suala baxaq. 7-də ABC minus AC bərabərdir 320. Bizdən A plus B cəmi soruşur. 100A plus 10B plus C çıxılsın 10A plus C bərabərdir 320. Burada 100A üstəgəl 10B üstəgəl C çıxılsın 10A çıxılsın C bərabərdir 320. Baxın, C-lər getdi. Nə qalır? 100 dənə A-dan 10 dənə A çıxıram. 90 dənə A plus 10 dənə B bərabərdir 320. Düzdür? Ortaq vuruq nəyə çıxardam? 9, deməli, 10-u çıxarda bilərik də. Bəli. 10-u çıxartsam 9A plus B qalır burada. Bərabərdir 320. Düzdür? Hər tərəfə 10-a bölsəm, yekunda alıram ki, 9A üstə gəlsin B bərabərdir 32. 32. Deməli, burada bizdən AB cəmi soruşur. Düzdürmü? Burada maksimum A neçə ola bilər? A 3 olsa 27. O zaman B olsun gərək 5. Düzdürmü? Burada maksimum A 3 ola bilər, B 5 ola bilər. Bu zaman nə olur? 9 vur 3 plus 5 bərabərdir 32. A-nın qiyməti 3, B-nin qiyməti 5. Cəm nə qədər olacaq? 3 plus 5 bərabərdir 8. C bəndi. Sonra 14-cü suala baxırıq. 14-də verib ki, 2 üstü A bərabərdir 3-ə. Deməli, 3 üstü B bərabərdir 5-ə. 4 üstü AB-ni tap. Tapaq. Deməli, ifadəni diqqət edin, bax bu ifadəyə. Yerini dəyişə bilərəm da. Yəni, necə? 3 bərabərdir 2A deyə bilərəm elə. 2 üstü A deyə bilərəm. Yəni, 3-ün yerinə 2 üstü A yazsam, qüvvətdə də B-ni saxlayırıq da, olduğu ki, bərabər eləsəm 5-ə. Yəni, bu qaydaya əsasən 2 üstü AB 5 olarmı? Bəli, olar. Bizdən 4 AB-ni soruşmur. Onda 2 üstü AB-nin kvadratı bərabərdir nəyə? Bu bizə nə verəcək? 4 üstü 2AB. Düzdürmü? 4 üstü 2AB. Bizdən 4 üstü AB-ni soruşur da. 4 üstü AB-ni soruşur. Mən burada
yazsam 2 üstü AB çöldə kvadratı bərabərdir. Bizdən 4 üstü AB-ni soruşur. Böyle 5-dirsə 5-in kvadratı olacaq da. Düzdürmü? 4 üstü AB vermir bu bizə. O zaman 2 üstü AB'nin çöldə kvadratı bərabərdir 5-in kvadratı. Yəni 25 olacaq. Cavab Y bəndi. Sonra 6-cı sualda 81 üstü 10, 81 üstü 10, 27 üstü 13 bərabərdir. 81 üstü 10'u parçalayaq. 81'i nə yaza bilər? 9 vur 9 düzdür. 9'un kvadratı kimi 81'i yazsam, onu saxla. Yəni nə olur? 2 də ona vurulur axı. 9 üstü 20. 27'ni parçalasaq, 3, 9 deməli 3 üstü 3'dür. Düzdürmü? 3 üstü 3, onun da qüvvətində 13. Əslində 3 üstü 4 yaza bilərdik, bax buna. 3 üstü 4 yazsam, bu olacaq 3 üstü 40. Düzdürmü? Bu da olacaq 3 üstü 39. 39. Və 3 üstü 40 bölünsün 3 üstü 39 deməkdir bu, düzdürmü? Kəsir xəttli bölməni bildirirmi? Və bölmə olanda nə demişik? Qüvvətlər nə olur? Çıxılır. 3 üstü 40 çıxılsın 39, yəni 3 üstü 1. Yəni cavab olmalıdır 3. Cavab olacaq C variantı. Sonra 21'ə baxırıq. 21'də kökləri x1, x2 olarsa deyir. Baxın, bu ifadənin cəmi bizdən soruşur. Yəni x1'in x2'yə nisbəti plus x2'nin x1'ə. Bunu biraz sadələşdirək. Ortaq məxrəc nədir? Bunların hasili. Bəs surət nə olacaq? x1 kvadrat plus x2 kvadrat. Düzdürmü? Biraz da sadələşdirməyə gedək. x1 vur x2 aşağıda qalır. Yuxarıda x1 plus x2 çöldə kvadratı çıxılsın 2x1 x2. Vəssalam. V7'dən biz bu ifadəyə baxsaq, köklər hasili nədir? Müsbət 4. Köklər cəmi nədir? Əks yarı ilə 8. Vəssalam, gətir yerinə yaz. Məxrəc nə olacaq? 4. Sürət nə olacaq? 8'in kvadratı çıxılsın 2 vurulsun 4. Bərabərdir. 4 məxrəcdə. 64 çıxılsın 8. Düzdürmü? Bərabərdir. Deməli, 56 bölünsün 4. Bu da eləyəcək 14. Deməli, 21'də cavab olacaq 14. Sonra 5-ci sual. 5-ci sualda nə deyir? 2 minus kök adda 3'ün kvadratı plus kök adda 48. Kök adda 48'i 16 vur 3 kimi desəm, kök adda 48'i kök adda 16 vur 3 desəm, bu 4 kök adda 3 deməkdir, düzdür? Bu bizə nə verir? Birincinin kvadratı çıxılsın 2 vur 2 vur 2 vur kök adda 3 plus kök adda 3'ün kvadratı. Həmçinin davam eləsək 4 kök adda 3. 4 çıxılsın 4 kök adda 3 üstə gəlinsin. Kök adda 3'ün kvadratı nə verir? 3. Üstə gəlinsin 4 kök adda 3. Baxın, mənfisi ilə müsbəti gedər, qalar 4 plus 3. Yəni düzgün cavab 7. B bəndi. Sonra 8-ci suala baxaq. 8'də 6x minus 3 plus 12 böyükdür 4x minus 2 plus 20. Bərabərsizliyi ödəyən ən kiçik tam ədədi tapın deyir. Vurub atsam 6x minus 18 plus 12 böyükdür 4x minus 8 plus 20. Biraz sadələşdirmə aparaq. Bu bizə nə verir? 6x minus 6 böyükdür 4x plus 12.
sağa sola keçirsəm 6x minus 4x böyükdür 12 plus 6, 2x böyükdür 18, x böyükdür 9. Ödəyən deyir, bərabərsizliyi ödəyən ən kiçik tam ədədi tapın. Təbii ki, x-in yerinə nə dayana bilər? Yalnız və yalnız 10. Ciddi bərabərdir çünki. Cavab Y bəndi olmalıdır.